ki, Allah Teala bizlərdən bəzi işləri vacib olaraq buyurur yerinə yetirməyi, bəzi məsələlər ki var, hökm cəhətdən müstəhəbdir, ancaq onları etməyin xeyri var, faydası var. Təbii ki, onları yerinə yetirmək və bu işlərdə səy göstərmək insana tənbəllikdən uzaqlaşdıra biləcək faktorlardan biridir. İlk öncə ümumiyyətcə biz nəyi qeyd eləməyə çalışmalıyıq? Tənbəllik xüsusiyyətindən uzaq olmaq üçün ilk öncə o xüsusiyyətin əksinə çıxmağı bacarmalıyıq. Məsələn, deyək, insan ola bilər ki, düşünsün ki, mən filan vaxtı bir kitab oxuyacam. Məsələn, həmin vaxt gələndə ancaq kitab oxumağı həvəsi olmur. Tənbəllik eləyir, belə deyək, tənbəllik eləyir. Bu yoldan çıxış yolu bir dənə budur ki, məqsəd qoyasan ki, mən filan vaxtı həmin kitabı oxuyacam. Və bunu necə eləmək lazımdır? Günü gündən də artırmaq lazımdır. Məsələn, bu günləri mən düşünmüşəm ki, yarım saat kitab oxuyacam, o tənbəlliyin, misal var, deyirik, daşını atırıq. Tənbəlliyin daşını atıb yarım saat kitab oxudum, sabahları bunu bir 10 dəqiqə, 15 dəqiqədə üstünə əlavə edəcəm. Məsələn, 40 dəqiqə, 45 dəqiqə kitab oxuyacam. Belə bu minvalla bacardığım qədər öz istəyimin əksinə çıxaraq həmin xüsusiyyətdən qurtulmağa çalışacam. Bundan da əlavə bizim əxlaq alimlərindən birinin tövsiyələri var. 6 dənə tövsiyə eləyir tənbəllik xüsusiyyətindən qurtulmaq üçün. Birinci qeyd edir ki, Allahla ixlaslı olmaq. Görəcəyin işlərdə Allahla ixlaslı olmasını, səmimi şəkildə hər hansı bir əməl edirsənsə, onun rızası üçün, təbii ki, onun razılığını qazanmaq üçün yerinə yetirməlisən. Təbii ki, tənbəl insanlar ki, Allaha aid olan, Allahın əmr etdiyi işlərdən kənar qaldıqlarına görə Allahla səmimiyyət, Allahla bir bağ da qurmağa təbii ki, çətinlik çəkərlər. Ona görə də Allahla ixlaslı olmaq, səmimi olmaq, insanda hər hansı bir xeyir işləri görməkdə şövq yaratdığına görə həmin alim İlk öncə Allahla ixlaslı, səmimi olmağı tövsiyə eləyir. Digər buyurur ki, davamlı şəkildə dua eləmək. Allaha dua eləyib öz istəyi Allahdan istəyəsən. Təbii ki, dua eləyəndə biz nəyinsə bir duasını ediriksə, o işin olması üçün biz əlimizdən gələn nə varsa onu da etməyə çalışmalıyıq. Heç bir iş görmədən mən dua eləyim və gözləyim ki, bu dua qəbul olacaq, filan hadisə baş verəcək, bu təbii ki, mümkünsüzdür. Məsələn, bir nümunə çəkək, bir tələbə, bir abituriyent məsələn, imtahana hazırlaşır, dua eləyir ki, mən bu imtahandan keçim, universitetə qəbul olum, ancaq heç bir dərs oxumaq istəmir. Təbii ki, bu duanın heç bir faydası olmaz. Əməli olmalıdır. Bəli, dua etmək insanda hər hansı bir istəyin, arzunun göstəricisi olduğuna görə və insan da o arzuya çatmaq üçün müəyyən bir işlər görməlidir. Bu işləri də görmək üçün insan məcburdur ki, tənbəlliyin daşını atsın, tənbəllikdən əl çəksin ki, həmin istəyinə doğru addım ata bilsin. Üçüncü məsələni həmin alim qeyd edir, itaətləri yerinə yetirməkdə və günahları tərk etməkdə nəfsinlə mübarizə aparmaq. Əvvəldə ki, qeyd elədik, insan öz istəklərinə qarşı əksinə çıxmağı bacarmalıdır, çalışmalıdır ki, nəfsim mənə nəyisə əmr edirsə, onun ziddinə çıxım, onu eləməyim. Bu cürlə insan özünü tərbiyələşdirərək tənbəllikdən qurtula bilər. Digər məsələ Quran oxumağı qeyd eləyir və Allahı çoxlu zikr eləməyi qeyd eləyir həmin alim. Təbii ki, Quran oxumağın əhəmiyyəti çoxdur. Çünki Quran-ı Kərimdə Allah Teala müxtəlif məsələlərdən söz açaraq, müxtəlif hadisələrdən söz açaraq bizlərə örnəklər və misallar göstərir ki, hansı ki, həmin örnəklər bizim həyatımıza çox müsbət yöndən təsir eləyə bilər. İnsan da bunları oxuduqca və bacardığı qədər həyatını tətbiq elədikcə, təbiidir ki, tənbəllikdən qurtula bilər. Eyni zamanda zikr də əhəmiyyətlidir. Nə baxımdan? Zikr ki, Quran-ı Kərimdə Allah Teala buyurur, qəlblərin aramlığı ancaq zikr eləməklə ola bilər. Zikr insanın qəlbinə həm aramlıq gətirir, həm də insanın imanını artırmağa vasitə ola bilən ibadətlərdən biridir. İnsanın təbii ki, imanı artdıqca əməl etməyə də şövqü arta bilər. Ona görə şövqü artdığına görə də zikr vasitəsilə də, Quran vasitəsilə də insan tənbəlliyinin daşını ata bilər. Bəli. Digər 5-ci məsələni qeyd edir həmin alim, salih insanlarla və elm əhli ilə, alimlərlə, alimlərin təşkil etdiyi məclislərdə iştirak eləməklə, həmin məclislərdə oturub
bilgisini artırmaqla, müəyyən həyat təcrübəsi qazanmaqla insan tənbəlliyin qeyd edir, daşını ata bilər və sonuncusu qeyd edir ki, salih insanların, keçmişdə yaşayan salih insanların həyatını oxuyaraq, onların həyatından özünə bir örnək, nümunələr götürərək və həyatını təbii ki, tətbiq eləməyə çalışaraq bu xüsusiyyətlərdən qurtula bilər.